Bugün Xocalı soyqırımının 34-cü ildönümüdür. Düz 34 il əvvəl fevralın 25-dən 26-sına keçən gecə ermənilər xüsusi qəddarlıqla əli silahsız dinc əhaliyə qarşı bir qətliam törətdi. Təkcə bu faktı sizə təqdim etmək istərdim ki, 613 nəfər dinc sakin öldürüldü, 1275 nəfər girov götürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynli, 130 uşaq isə bir valideynindən məhrum edildi. Hazırda biz Bakıda Ana Haray abidəsinin önündəyik. Artıq səhər saatlarından başlayaraq dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri Ana Harayını ziyarət edir, Xocalı şəhidlərinə duaları oxuyur, abidənin önünə əkli və gül dəstələri düzürlər. Nə xoş bizə ki, artıq Xocalı azaddır. 2023-cü ildə keçirilən antiterror əməliyyatlarından sonra Xocalının intiqamı alındı. Bugün Xocalı şəhidlərinin ruhu şaddır.